Hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci il nəşrində yer alan ətrafdakı insanlar mətninin izahını paylaşıram. Siz mətni oxuduqdan sonra sualların izahına baxa bilərsiniz. Mən vaxt itməsin deyə mətni oxumuram, birbaşa sualların təhlilinə keçirəm. Deməli, elə birinci sualda nə deyir? Deyir, mətndə hansı fikir ifadə olunmamışdır? Bizdə ifadə olunmayan fikir istəyir. Biz mətni oxuduğumuz zaman həmin o qadında deməli, nimdaş paltar geyinmiş, əynində nimdaş paltar olan qadında nikbinliyi görürük. Yəni, həyatdan zövq alan, həyata bağlı, yəni bədbin deyil də biz nikbin ruhlu bir qadın obrazı görürük və mətndə hansı fikir ifadə olunmamışdır? Bunu bizdən istəyir. Hər şeydən zövq almaq, bacarmaq lazımdır. Bəli, biz mətni oxuyanda bunu görə bilirik. İnsanlara inanaraq çox şey əldə etmək olar. Bəli, çünki buradakı baş obrazımız görürük həmin qadın insanlara özünü inandıra bilir. Çünki o səmimi idi, müdrikli, onun simasından yağırdı və buna görə də insanlara inanaraq çox şey əldə etmək olar və bunun nəticəsində də biz görürük ki, o pulsuz şəkildə səyahətlərə gedir. Yəni, bu da nəyin sayəsində olur? İnanaraq. Nikbinlik insana güc verir, yaşamağı asanlaşdırır. Bəli, biz burada görürük ki, əsər nikbin ruhda yazılmışdı. Yəni, nikbinlik duyulur əsərdə. Xeyirxahlıq olmasa yaşamaq çətin olar. Bəli, xeyirxahlıq var idi ki, o qadın pulsuz şəkildə bir neçə yeri gəzmiş olur. Pulun dəyəri insanın dəyərini üstələyib. Xeyr, burada pulun dəyərinin insanın dəyərini üstələməsinə bağlı heç bir fikir yox idi. Əksinə, insanlar ona yardım edir. Biz bunu görürük. Və D variantı, pulun dəyəri insanın dəyərini üstəliyi fikri yanlış fikir olacaq. 52. Qarşısındakının şəhərli olduğunu anlayıb ifadəsini rəqəmlə işarələnmiş hansı boşluğa əlavə etmək olar? Baxın, sualın cavabı 2 olacaq. Niyə? Deməli, yağış yağır və bu zaman həmin o qadın bu yağışı görüb deyir ki, bircə bu çatmırdı. Və həmin o demək, onunla həmin qadınla birlikdə olan belə deyək də adam deyir ki, bu ki göbələk yağışıdır, sizə nə ziyanı var axı? O bir anlıq təəccüblə baxdı və qarşısındakının şəhərli olduğunu anlayıb izah etdi. Yəni, şəhərlidir ki, həmin o yağışın nə ziyanı ola biləcəyini anlamır. Bu qadın özü kənddəndir. Qarşısındakının şəhərli olduğunu başa düşür, ona görə izah edir ki, yəni bu yağış taxıla ziyan vurur, ona görə izah etməyə çalışır. Deməli, 2-yə ən doğru deməli, hissə kimi 2-yə yazılmış olacaq. Deməli, sualın düzgün cavabı B variantı olacaq. Keçdik 53-ə. Mətndə tündqar hərflərlə yazılmış sözün şərhinə uyğun ifadə hansı cümlənin tərkibində işlənməmişdir? A. Baxırıq. Deməli, mətndə tündqar hərflərlə yazılmış sözün şərhinə uyğun ifadə hansı cümlənin tərkibində? Baxaq görək, tündqar hərflə verilmiş söz hansıdır? Aha, nimdaş. Əynində nimdaş boz paltosu. Uşaqlar, nimdaş sözünün mənasını qeyd edək. Nimdaş köhnə, köhnəlmiş, geyinilmiş paltarlara verilən addan, yəni nimdaş paltar, palto, yəni geyinilmiş, köhnə, solmuş bu mənaları ifadə edir. Həmin o ifadənin işləndiyi cümləni bizdən istəyir. Baxırıq, daha doğrusu hansının nimdaş sözünə uyğun gəlməyən, belə deyək, ifadənin hansı cümlədə işlənmədiyini bizdən soruşur. Xanım uşaqlarının bir qədər geyilmiş paltarını, bəli, nimdaş geyilmiş hesab olunur. Ayağındakı köhnə ayaqqabılarını, bəli, köhnə, nimdaş. Ələsgər dayı nisbətən köhnəlmiş kostyumunu, yəni nimdaş bu kostyumunu, rəngi solmuş, təzə olmayan yorğanı, yəni nimdaş yorğanı başına çəkdi. Baxın, bunların hər birində nimdaş sözünün şərhi verilmişdir. Amma qədim abidələr qorunurda nimdaş sözünün belə deyək də qarşılığı olan ifadə verilməmişdir. Qədim nimdaş demək deyil. Ona görə də sualımızın düzgün cavabı B variantıdır. Nimdaş köhnəlmiş, geyinilmiş, təzə olmayan, solmuş mənasını verir. Amma qədim nimdaş sözünün qarşılığı ola bilməz. Ona görə sualın düzgün cavabı B variantı olacaq. 54. Hansı cümlə mətnin davamı ola bilər? Biz mətni oxuyanda görürük ki, mətndə nə var? Baxın. Nəylə bitir? Qar əlindəki küncü didilmiş kitabı kənara qoydu və parıldayan gözlərini geniş açaraq pəncərədən çölə baxıb həyəcanlı səslə dilləndi. Biz görürük ki, qadın nikbin ruhludur. Əgər nikbin ruhludursa, gözəl bir şey deyəcək, düzdürmü? Baxın, kaş heç vaxt bu yağış yağmayaydı, onun heç bir faydası yoxdur. Qadın belə bədbin fikir niyə desin? İlahi, bu nə gözəllikdir? Siz bir bu gözəlliyə baxın. Bəli, bu fikri deyəcək. Niyə? Çünki nikbin bir ruh var orada. Bu mənzərəni heç vaxt sevməmişəm. Xeyr, qocalıq çox pis şeydir. Bu yağış hər şeyi korladı. Baxın, bunlar bədbin fikirlərdir. Yəni, bədbin nə deməkdir? Pis, pis əhval-ruhiyyəli. Amma nikbin nədir? Gözəl o mənada. İlahi, bu nə gözəllikdir? Siz bu gözəlliyə baxın.
Deməli, bu nikbin ruhda olan ifadə olduğu üçün mətnin davamı da deməli nikbin ruhda olmalı idi. Çünki mətn özü nikbin ruhda yazılmışdı. Yəni, həmin obraz nikbin ruhlu bir qadın idi. 55. Hansı izah mətndə altından xətt çəkilmiş sözün mənasına uyğundur? Altından xətt çəkilmiş sözə baxırıq. Perron sözüdür. Perron da perron sözünün mənası sərnişin platforması deməkdir. C variantı olacaq. Yəni, məntiqlə də imtahan vaxtı həmin sözün mənasını tutaq ki, bilmirsiniz. Yəni, burada deyir ki, bu meyvələr də perronda bir qadın vermişdi. Əgər bir qadın ona verirsə, deməli, bu sərnişindir də, düzdürmü onu verən? Sərnişindirsə, burada da sərnişinlə bağlı bilən C variantıdadır. Ona görə sualımızın düzgün cavabı sərnişin platforması olacaq. Yəni, C variantı. Keçdik 56-ya. Çərçivə alınmış sözün qarşılığı hansı cümlədə verilmişdir? Çərçivə alınmış söz optimizm. Optimizm nə deməkdir? Nikbinlik deməkdir. Baxın, onun hər yerdə insanlar var. Sözlərində insana qarşı elə bir inam, optimizm ifadə olunur ki, inam varsa orada nikbinlik olacaqdır. Düzmü? Bədbin bir şey ola bilməz. Deməli, optimizm gözəl bir şeydir. Baxaq görə hansında var? Baxırıq görə A variantında komandir nikbinlik dolu. Bəli. Bizdən qarşılığı olan hansı cümlədə verilmişdir? İstəyirdi, elə A variantında biz bunu görmüş olduq. B-də deyir ki, sədaqət duyğusu yüksək mənəviyyatdan xəbər verir. Burada nikbinliklə bağlı bir şey yoxdur. Bizdən onun qarşılığını istəyirdi. Optimizm nikbinlik deməkdir. Ona görə nikbinlik sözü məhz A variantında istifadə olunubdur. O nitqindəki təvazökarlıq, xeyr, bu nikbinlik demək deyil. Döyüşçülərimizin cəsarəti nikbinlik deyil. Bu qadının doğmalığı kimsəsiz uşaqlara qol qanat verirdi. Bundan hər biri gözəl bir şeydir əslində cümlələrin, yəni gözəl bir şeylər aşlanır. Lakin bizdən optimizm sözünün qarşılığını istəyirdi. Ona görə də optimizm sözünün qarşılığı nikbinlik deməkdir. A variantında biz görürük ki, komandir nikbinlik dolu bir səslə hamını döyüşə ruhlandırdı. Keçdik 57-yə. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı uyğunluğu müəyyən edin. Baxaq. Görə hansı məcazi, hansı da həqiqi mənada işlənmişdir. Bu yağışa taxıl ziyan vurur. Vurur. Biz qapıya vura bilərik, düzdürmü? Qapını əlimizlə taqqıldadıb, yəni vura bilərik. Amma ziyanı necə vura bilərik? Ona görə bir məcazi mənada işlənmişdir. Bir məcazidir. 2-yə baxaq. Yaylığını düzəldərək. Bəli, mən yaylığımı düzəldə bilərəm. Korlanıbdır. Mən əlimlə yaylığımı düzəldirəm. Burada bir problem yoxdur. 2 deməli nədir? Həqiqi mənada işlənmişdir. Deməli, sonra 3. 3-ə baxaq. Qatardan düşürtməyiblər. Qatardan düşə bilərsən. Burada problem yoxdur. Deməli, 3 də həqiqi mənada işlənmişdir. 4. Bəraət qazandırmaq. Bəraəti necə qazandıra bilərsən? Baxın, bu məcazi mənada işlənmişdir. 5-ə baxırıq. İş dalınca. Uşağın dalınca gedə bilərsən. Amma işin dalınca necə gedə bilərsən? İş insanın naşımı bildirir? Xeyr. Burada da məcazi mənada işlənmişdir. Deməli, belə baxdıq ki, 1 ilə 1, daha sonra 1, 4, 5 məcazi mənada işləndi. 1, 4, 5 məcazi, 2, 3 həqiqi. 1, 4, 5 məcazi, 2, 3 həqiqi. Baxın, D variantında ifadə olunmuş oldu. Keçdik 58-ə. Mətni plan ardıcıllığını müəyyən edin. Görək, yəni burada ardıcıllıq istəyir. Hansı bir-birinin ardınca baş veribdir? Təbiət hadisəsinin zərəri, sərnişinlərin rəğbəti, yoxsul görkəmli qadın, ödənişsiz həyat. Baxın, biz mətni oxuyanda görürük ki, birinci yoxsul görkəmli qadının təsvirinə yer verilir. Baxın, əsər bundan başlayır, mətn bundan başlayır. Çox kasıb geyinmişdi, əynində nimdaş boz paltosu, başında ipləri süzülmüş yunşalı vardı. Qəflətən yerindən dikəlib, daha sonra yağış hadisəsi baş verir. Deməli, biz birinci hissəyə götürəcəyik yoxsul görkəmli qadın, sonra təbiət hadisəsi baş verir, yəni yağışın vurduğu zərərdən söhbət edirlər. Sonra ödənişsiz səyahətlərindən danışır qadın. Başlayır danışır ki, mən bir neçə yerdə ödənişsiz şəkildə, yəni gedib gəlmişəm, pul alınmayıbdır məndən. Hətta o təəccüb edir ki, bu necə olub, necə baş verib. Və ən sonunda da sərnişinlərin rəğbəti. Çünki o danışdıqca sərnişinlər ona qulaq asırdı və həmin qadına qarşı bir rəğbət də sonda yaranır. Ona görə də 3, 1, 4, 2 sualımızın düzgün cavabı D variantı olacaq. 59-da deyir ki, hadisə hansı fəsildə baş verir? Nə üçün bu qənaətə gəldiniz? Biz mətni oxuyan zaman görürük ki, hadisə taxıl yığılan vaxtda təsadüf edir. Yəni o fəsilə biz də bilirik ki, taxıl yay fəslində yığılır. Deməli, hadisələr hansı fəsildə baş verib? Yayda. Nə üçün bu qənaətə gəlir? Çünki taxıl hansı mövsümdə yığılır? Yay
mövsümündə, yəni yay fəslində yığılır. Həm də yağış yağan zaman biz bilirik ki, yayda yağışa elə də rast gəlinmir də. Məsələn, payızdır, qışdır, yazda biz yağışı görürük. Yəni müşahidə olunur. Amma yayda elə də olmur. Elə ona görə də yağış yağan zaman təəccüblənirik ki, yəni bu necə baş verir? Yəni taxıla ziyan verə bilər də. Çünki taxıl yay aylarında yığılır və yağışın yağması da həmin taxılın yığılmasına, yəni bir növ əngəl yarada bilərdi. Yəni bu məntiqlə də yay fəslində olduğunu biz görmüş oluruq. 60-a keçdik. Mətn əsasında cədvəli tamamlayın. Mətn əsasında cavablamalıyıq. Yəni özümüzdən nələrsə qoşa bilmərik. Baxın, birincidə səbəb verilməyib, nəticə verib. İkincidə isə səbəbi verib, nəticə yoxdur. Deməli, biz nə etməliyik? Bizə nəticəni verib birincidə, düzdürmü? İnsanlar ona inanırdılar. Səbəbi nə idi? Yəni qadına inanırdılar. Niyə? Çünki qadın səmimi idi. Düzdürmü? Qadın səmimi idi. Onun üzündən müdriklik yağırdı. Buna görə də insanlar ona inanırdılar. Hətta gəlin bu hissədə də mən göstərim. Baxın, burada qeyd olunub ki, amma dinləyənlərin hamısı ona inanırdı. Onun simasında cəlbedici bir ifadə vardı. Səmimiyyət, müdriklik, üz-gözündəki mehriban işıltı onun daxilindən gəlirdi. Deməli, sərnişinlər ona inanırdı. Çünki səbəbi nə idi? Onda səmimiyyət var idi, müdriklik üzündən yağırdı. Baxın, bu ifadələri yaza bilərik. İndi ikincidə isə artıq bizdən nə istəyir? Səbəb verilib, nəticəni tapacaq. Hər zaman ətrafda xeyirxah insanlar tapılır və nəticədə nə olur? Həmin o qadın pulsuz şəkildə bir neçə dəfə səyahətə çıxa bilir. Niyə? Çünki xeyirxah insanların sayəsində. Baxın, o hissəni də göstərək. Deyir ki, təqaüd üçün Moskvaya getmişdim. Nə gediş biletim vardı, nə qayıdış. Heç yüküm də yox idi, bir çöpdə. Bu meyvələri də peronda bir qadın vermişdi. Deyə içində iki dənə alma olan paketi işarə etdi. Kişi də deyir ki, heç ilişik olar. Necə olub ki, qatardan düşürtməyiblər? Deyir, düz 2 dəfə gəlib. Nəzarətçi kimdir ki, o da bizim kimi insandır, deyir. Yəni bir növ hər yerdə insanlar var. İnsanlara yəni ona kömək, xeyirxahlıq eləyir və bir neçə dəfə o səyahətdə olur. Yəni bu da kimin sayəsində olur? Təbii ki, xeyirxah insanlar sayəsində. Burada yaza bilərik ki, xeyirxah insanlar sayəsində hər zaman ətrafda xeyirxah insanlar tapılır və bunun sayəsində həmin qadın bir neçə dəfə pulsuz şəkildə pulsuz səyahətlər edir. Pulsuz səyahətlər edir. Bu da bizim ətrafdakı insanlar mətninin izahı. Təki hər birimiz ətrafdakı insanlar mətnindəki insanlar kimi bir-birimizə xeyirxahlıq edək, bir-birimizin yaxşılığı üçün çalışaq. Sağ olun, salamat qalın.